Bu günə qədər biz Word proqramını işləyəndə yalnız mətn daxil edirdik və onu formatlaşdırırdıq. Amma bu proqramda obyektlərlə də işləmək olar. Obyektləri faylın içinə qoymaq üçün, yaxud sənədin içinə yapışdırmaq üçün vstavka yaxud insert tabından istifadə edirik və burada illüstrasiya bölməsində olan əmrlərdən yararlanırıq. Obyekt deyəndə nə nəzərdə tutulur? Şəkillər, yəni risunki, fiqurlar, smart art obyektləri, diaqramlar və text, yəni mətn bölməsində yerləşən word art obyektləri. Bütün obyektlərlə iş qaydası təxminən yuxarı-aşağı eynidir. Düzdür, müəyyən fərqlər var və o fərqləri işləyə-işləyə mən sizə göstərəcəyim. Birinci dərsdə fiqurlarla məşğul olacağıq. Fiqurları faylın içinə yerləşdirmək üçün bu əmrdən, yəni bu komandadan istifadə edirik. Basırıq burada görsənən 3 bucağı və ekranda açılan pəncərədən istənilən fiquru sənədin içində yerləşdiririk. Burada görürsünüz xəttlər var, 4 bucaqlar var, əsas fiqurlar var, oxlar var, blok sxem üçün fiqurlar var, ulduzlar və lentlər var və s. və ilahir. Yəni cürbəcür fiqurlar var. Bir neçə fiquru sənədin içində yerləşdirək. Tutalım ki, ox işarəsini, yaxud xətt işarəsini, oxsuz, xətt işarəsini sənədə yerləşdirmək istəyirik. Muşqanın kursorunu həmin fiqura yaxınlaşdırırıq. Sol düyməsini basırıq, fiquru seçirik və ekranda belə görürsünüz, qara rəngli xaç işarəsi əmələ gəlir. İstənilən yerə, sənədin istənilən yerinə bu işarəni yaxınlaşdırırıq və muşqanın sol düyməsini basıb dartırıq. Necə istəyirik? Sağa 45 dərəcə altında, 90 dərəcə altında istənilən uzunluğa dartmaq olar. Sanki belə. Və fikir verirsiniz. Əgər fiqur seçilibsə, belə seçmək, yəni fikir verirsiniz, üstündən basan kimi belə dairələr əmələ gəlir ağ rəngdə. O deməkdir ki, fiqur seçilib. İndi başqa fiqurlarda yerləşdirəcəyik, daha aydın olacaq. Seçən kimi burada format tabı əmələ gəlir. Seçimi yığışdırmaq üçün boş yerdə muşqanın kursorunu basmaq olar, yaxud klaviaturadan Escape düyməsini basırsınız. Və görürsünüz, format tabı buradan yox olur. Fiquru seçən kimi format tabı yenə də peyda olur. İndi tutalım ki, həmin xətti burada yerləşdiririk. Amma şaquli vəziyyətində olsun, yaxud tam üfüqi vəziyyətdə olsun. Yenə də keçirik illüstrasiya bölməsinə. Sanki bu xətti götürək, bunu götürürük və klaviaturadan Shift düyməsini basırıq. Və fikir verirsiniz, Shift düyməsini basanda xətt ya şaquli olur, tam şaquli olur 90 dərəcə altında, ya da 45 dərəcə altında görürsünüz, dəyişir, yaxud da üfüqi olur. 0 dərəcə belə deyək,
45 dəqiqə, 45 dərəcə və 90 dərəcə. Başqa variant burada yoxdur. Buraxırıq. İndi fikir verirsiniz. Format tabında eyni pəncərə də var. Görürsünüz yazıb vstavka figur, yəni fiqurların daxil edilməsi. Yəni belə basanda fikir verirsiniz. Muşkanın sol düyməsini basıram. Format tabı yox olunur. Onda gərək vstavka, yəni insert tabına girəsiniz və buradan fiqurları seçəsiniz. Eyni pəncərədə əgər fiqur seçilibsə format tabında var. Yəni buradan da seçə bilərsiniz. Cürbəcür fiqurları. Görürsünüz həmin pəncərə açılır. İndi buradan bir də 4 bucaq seçək. Deyək ən sadəsini seçək də bu 4 bucaq seçirik. Sol düyməni basırıq və 4 bucaq çəkirik. Əgər 4 bucaq əvəzinə siz kvadrat çəkmək istəyirsinizsə, yəni hündürü ilə eyni olsun, gəz bu fiquru ləğv eləyək. Del düyməsini basıram klaviaturada. Onda fiquru çəkəndə klaviaturadan shift düyməsini basmaq lazımdır. Görürsünüz, kvadrat alınır. İstəsəz də kursoru, yəni muşkanın kursorunu sola sağa dartmağa alınmır. Mütləq kvadrat alınır. Və belə. Bir şəkildə çəkək. Bir fiqurda seçək. Tutalım ki, buradan oval işarəsini seçirik. Bax bu işarəni, oval. Seçdik. Bax belə bir şəkil çəkirik, görürsünüz. Amma oval fikir verirsiniz. Ovalın ölçüləri, yəni proporsiyaları düz olmur. Əgər istəyirsinizsə düz olsun, onda gəlib onu da silək. Onda ovalı seçəndə yenə də shift düyməsini basırsınız klaviaturadan və çəkirsiniz, görürsünüz. Düz oval alınır. Amma burada bir nüans var. Ovalı çəkəndə o bucaqdan başlayır. Yəni çəkmə bucaqdan başlayır. Tutalım ki, biz istəyirik ki, mərkəz burada olsun. Deyək ki, ortada olsun. Bir şəkildə gətirək bura, bir fiqurda çəkək. Tutalım ki, bu fiquru götürək. Deyək ki, qoy olsun ulduz şəkli. Ulduz fiquru götürdük, ulduzu yerləşdiririk bura. Balaca bir ulduz. Və istəyirik ki, mərkəz, yəni ulduzun mərkəzi dairənin də mərkəzi olsun. Yəni ovalın da mərkəzi olsun. Onda nə edirik? Seçirik həmin ulduzu, yəni onun mərkəzini. Sonra oval işarəsini seçirik. Və şəkili çəkəndə, fiquru çəkəndə Ctrl düyməsini klaviaturadan basırıq. Və fikir verirsiniz. Mərkəz, mərkəz çəkmə yeri mərkəzdən başlayır. Əgər istəyirsiniz ki, dairə, yəni oval düz olsun, onda Ctrl-la bir yerdə shift düyməsini də basırsınız. Onda belə bir oval alınır. Sonra buradan avtomatik görürsünüz ki, rənglər həmişə mavi rəngi olur. Əgər rəngləri dəyişmək istəyirsinizsə, qara da seçə bilərsiniz, ağ da seçə bilərsiniz. Yaxud buradan 3 bucağı basıb istənilən burada olan rəngləri seçə bilərsiniz. Əgər bunlar da sizi qane eləmirsə, onda drugi zalivki,
Yəni başqa rəng seçmək olar. İndi fikir verirsiniz, biz ulduz çəkmişdik. Ulduz şəkli dairənin altında qalıb. Yəni bunu belə deyirsəz, ağ rəngdə həmin ulduz görsənməyəcək. Əgər həmin ulduzu görmək istəyirsinizsə, onda dairəni seçirsiniz və keçirik buraya, bu bölməyə və buradan permistit nazad əmrini seçirik. Fikir verdiniz, ulduz görsəndi. Bundan başqa fiqurlarla nə etmək olar? Yəni seçilmiş fiqurun konturunu dəyişmək olar. Deyək ki, bu qıraq hissəsini deyək ki, eləyək qırmızı rəng. Görürsünüz, qırağı qırmızı oldu. Keçək dördbucağa. Dördbucaqda eləyək, deyək ki, burada yoğunluğu biraz artıraq. Deyək ki, belə yoğunluğu artırdıq və rəngini veririk. Tutalım ki, qəhvəyi rəng, belə deyək. Sonra rəngi dəyişək. Daxili rəngi görürüz, belə eləyək. Buradan da eləmək olar. Görürsünüz, buradan da eləmək olar. Necə istəyirsiniz. Sonra burada effektlər verək. Deyək ki, kölgə ilə olsun. Bir də belə kölgə ilə görürsünüz. Sol cinahdan kölgəni göstərir. Belə. Belə eləmək olar. Və büyünə axırıncı nə demək istəyirəm? Bir fiqurda çəkək, yerləşdirək. Deyək ki, burada keçirik Stavka Insert tabına. Bir dənə fiqur seçirik. Tutalım ki, bax, üçbucaq fiqur olsun. Amma sol düyməni yox, muşqanın sağ düyməsinin üstündən basırıq. Sağ düyməni basanda belə bir menü çıxır ekrana və burada bu komandanı seçirik. Zafiksировать rejim рисования. Yəni rəsm rejimini fiksasiya eləyirik. Basırıq sol düyməni və üçbucaq çəkirik. Fikir verirsiniz. Bu birinci üçbucaq. İndi bir dənə üçbucaq çəkmək istəyirik. Muşqanın sol düyməsini basırıq, bir dənə üçbucaq gəlir. Muşqanın sol düyməsini bir də basanda bir də üçbucaq gəlir. Və fikir verirsiniz, yəni daha fiqurlara girib oradan üçbucağı götürməyə ehtiyac yoxdur. Hər dəfə muşqanın sol düyməsini basan kimi üçbucaq faylın içində peyda olunacaq. Rəsm rejimindən çıxmaq üçün klaviaturadan Escape düyməsini basırıq. İndi bax fikir verirsiniz, basanda üçbucaq gəlmir. Əgər sənədin içində yerləşmiş fiquru ləğv eləmək istəyirsiniz, onun üstündən bir dəfə basırsınız, belə fiquru və klaviaturadan Delete düyməsini basırsınız. Seçdiniz, muşqanın sol düyməsi ilə Delete düyməsini basırsınız. Əgər bir neçə fiquru yox eləmək istəyirsinizsə, onda birinci fiquru seçirsiniz muşqanın sol düyməsi ilə. Sonra kursoru yerləşdirirsiniz ikinci fiqura və klaviaturadan Shift düyməsini basıb həmin fiquru seçirsiniz. Tutalım ki, 3 fiqur ləğv edəcək. Bu və bu fiqur. Bu ikinci fiqur, bu da üçüncü fiqur. Bütün fiqurları seçəndən sonra klaviaturadan ya Backspace yaxud da Delete düyməsini basırsınız. Və fiqurlar sənədin içindən silinir. Bugünə bu qədər. Təşəkkürlər.